Salam, Let's Go Seven YouTube kanalı izləyiciləri. Bugün biz intiqamla Bolt Courier işi haqqında video çəkirik və video montaj olandan sonra artıq YouTube kanalında paylaşılacaqdır və düşünürəm ki, sizə çoxdandır bu kuryer ilə bağlı suallara bir cavab vermiş olacaq. Sualları adətən hardan götürmüşəm? Facebook'dan və TikTok'dan. Ən çox mənə yazan insanlar var. YouTube'da da yazıblar ki, bəs kuryerliklə bağlı necədir, iş necədir? İntiqam sifarişini götürdü. Bu arada pizzanın iyisi buranı götürürdü. İntiqam. Salam, Let's Go Seven YouTube kanalı izləyiciləri. Bugün qarşınızda tam fərqli bir video ilə çəkiş edirəm. Çoxdandır Facebook'da, TikTok'da, YouTube'da da müəyyən insanlar yazır ki, bəs taksi ilə bağlı, kuryerliklə bağlı videolar istəyirik, Slovakiya ilə bağlı. Bugün çəkişimizi İntiqamla edəcəyik. İntiqam bizim Bratislavada yaşayır, Bolt kuryerliklə məşğuldur. İntiqam indi maşın sürür, diqqətini də yayındırmayım. Və həmin sualları çalışacaq ünvanlayaq, Bolt kuryerliklə bağlı. İntiqam, indi sən sifariş hal-hazırda yerinə yetirirsən də? Hal-hazırda sifarişdəyəm. Bir dənə sifarişimiz var. İnşallah indi onu götürəcəyik. Yolumuza davam edəcəyik. Sən sifarişi götür, zəhmət olmasa. Mən səni gözləyim və bunu davam edək. Çünki mən həm də İntiqamın işinə belə deyək də mane olmaq istəmirəm. Yo, niyə? Ona demək. Heç bir maneçiliyi yoxdur. Yəni o çəkişi göstərək. Mən də istəyirəm ki, hamı ətraflı görsün zakazları, yəni sifarişləri. Proqramla da göstərəcəyik. İntiqam gündəlik xərcləri də göstərəcəyik. Yəni gündəlik qazanc və sifarişləri göstərəcəyik hamısını. İntiqam sən gözlətməyə zəhmət ol. Yəni sən götür müştərini. Hə, yaxşı qardaş. Sən çəki yenə davam edək. Tamam. İzləyin. Burdasan da Seymur. İntiqam, əvvəlcə bizim izləyicilərlə bir özünü tanıt, zəhmət olmasa kiçik. İzləyicilərə buradan salam deyirəm. Allah sənin də canın sağ eləsin Seymur. Hər bir insana dəstək olursan, kömək olsan. Mənim adım İntiqamdır. Özüm haqqımda şifahi olaraq məlumat verim. 4 aydır Slovakiyadayam. 3 ay 4-cü ayıma keçirəm daha doğrusu. Yəni Bolt kuryerdəyəm, amma özümün ixtisasım bərbərlik idi. Bərbərlik işində məşğulam. Sadəcə olaraq dokumentlərim, sənədlərimə görə hal-hazırda kuryer işini görürəm. Kuryer işindən məşğulam. Demək istəyirəm ki, kuryer işi çox gözəl işdir. Yəni işləməlisənsə, yəni işləyirsənsə də qazancın var, pulun var. Yəni hər bir sahədə fərqi yoxdur. Avropanın nə iş olsun, Avropada işləmək mən şadam, sevinirəm ki, daha doğrusu belə deyim, Azərbaycanlılar var, Azərbaycanlılar daha da mən istəyərdim ki, çox olsun. Restorandır, kafedir. Mən deyərdim bu fəaliyyətdə biraz Azərbaycan zəifdir. Demək olar ki, bizdə hələ biraz o barədə çox proses inkişaf eləməyibdir də. Slovakiyada, özəlliklə Bratislavada elə çox Azərbaycanı da yoxdur. Düzdür. Sözünə bir belə deyək də qüvvət olaraq deyim. Həm də bizimkilər hələ son 2 ildə, 3 ildə yəni bura gəlməyə başlayıb da. Yəni işlə o gəlməkdir, istər turistik olaraq. İnşallah o zamandan onlar da olar. İndi müəyyən hansısa bir məkanları olub ki, yəni çəkmişəm. Və mənə elə suallardan biri oydu ki, İntiqam deyirlər, sən niyə, məsəl üçün, bu restoran gəf niyə çəkirsən də və ya hansı. Yəni burada onu demək istəyirəm ki, hər hansı bir Azərbaycanlı burada kiçik bir məkanı belə olsa, mənə xoşdur ki, gedim oranı çəkim. Ən azından digər Azərbaycanlılar tanısın və belə həmin insana da kiçik də olsa bir dəstək belə deyək də. İndi mənim əlimdən bu gəlir bugünkü, bunu etmək istəyirəm. İndi bizim izləyicilərə bu çəkişi etməkdən məqsəd, yəni çoxsaylı sualları odur ki, Bolt kuryer. İndi biz bir var Bolt kuryer, bir də var Bolt. İntiqam Boltda işləyir və avtomobillə bu işi görür. Və bu haqda danışacağıq. Sualları hansı mənə ən çox ünvanlanan və hansı qarşıma çıxan sualları mən verəcəm. İndi biz gedirik. İntiqam Nivi tərəfə gedirik də bura. Sentrə gedirik, qardaş mola. Nivi tərəfə gedirik də. Aha. Avtobus dayanacağı var, həm də Nividir. Həm ticarət mərkəzinin aşağısında belə deyək də avtobus dayanacağıdır, həm də ticarət mərkəzidir. O istiqamətə gedirik. Həm orada sifariş çox olur, restoranlar olduğuna görə. Həm də çəkişimizin müəyyən hissəsini orada düşündük ki, edək. Biraz biz şəhərdən biraz mərkəzə deyək də, belə qıraqdayıq.
Başduruşun yaxını ora, hə, amma mərkəz deyil. Mən nə baxırsan mənə? İndi biz yolda çəkək. Bratislavada yanvar ayında qar yağır və kuryerin tam bir günü çəkişini edə bilməsəm də çalışacağam hansısa müəyyən bir belə deyək də sifariş vaxtımla, yəni mən bu çəkişləri edim. Vaxt baxımından həm intiqamın çox vaxtını almaq istəmirəm, çünki mən çəkişimlə bunun işinə mane olmaq istəmirəm, yəni. Həm işimə mane olmursa, xeyr qardaşım, yəni rahat çəkilişim edə. Diqqətim dəqiq yayındırmanda intiqam. Yox qardaşım. Demək intiqam, bax, bu kuryerliklə bağlı, yəni artıq dedim neçə aydır bu işləyirsən də bunca ilə bağlı. Aha. Və maşınla işləyirsən, nə kimi maraqlı bir hadisələr olur? Nə deyə bilərsən belə? Bax bizi izləyən indi izləyicilər olacaqdır. Belə deyim, əslində belə desəm, maraqlı, daha doğrusu çox şeylər olur. Yəni maraqlı nətər belə yoldur. Gedirsən, bilirsən, elə də olur ki, insanlar var ki, məsələn, elə insanlarla rastlaşsan, deyirsən, gülürsən, söhbət elə bir şeydir. Amma pis hal odur ki, bilirsən, yeməkdir, zakazdır, çatdırmayanda, gec çatdıranda daha doğrusu da, yəni belə. O baxımdan biraz müştəri ilə də deyib gülmək olur. Birbaşa elə bir blok olursa, 3 gün dincəlməkdə, yəni belə bir şey. Proses budur. Sən onda sifarişi ver. Hə, yaxşı. Sifarişi verim. Növbəti sifarişlərdə indi çalışacağam sənə kamera çəkərsən. İntiqam. Bu mikrofon. Hə. Taxmamışam bunu. Taxınayım yoxsa? Hə, İntiqam. Bax indi sənə mən suallarımı verim. Sən maşın sürürsən. Buyur əziz qardaş. Ən çox sual verilənlərdən biri odur ki, kuryer bir günü, indi sən öz iş prinsipindən deyərsən, bir günə nə qədərlik belə deyək də qazanır. İndi şəxsi bir şey olsa da üzrüsə izləyicilərin sualıdır. Yox, xoşdur. Nə sualım varsa, belə deyim. Yəni qazanmaqdır. Yəni kuryerlikdə nə qədər məsələn pul qazanmaq. Bir günə məsəl üçün neçə saat işləyirsən? Bir günə valla belə açıq desə 70-80, yəni işləyəndən çox yaxşıdır. Məsələn mən elə günlərim olubdu ki, səhər tezdən durmuşam, gecəyə kimi məsələn işləmişəm. Elə 100-dən də çox işlədiyim olub, söhbət yoxdur. Amma belə yəni ortalama ilə 70, 80, yəni maksimum belə işləmək olur. Yəni bu sənə təmiz qalan məbləği deyirsən, yoxsa ümumi işlədiyin bir məbləğ deyirsən? Yox, təmiz məbləğdə günə 70-80 əgər qazansan, hesab elə aya vuranda sən pul nə qədər qazancın olur. Plus da qazancından sonra sənin rasxodların var. Məsələn, kirayen var, maşın arendası var, sonra yeməyin, içməyin, benzinin. Yəni bu kimi şeylərin sonra digər verəcəm. Sən deyirsən ki, günə kuryer neçə saat o 70 avronun, 80 avron qazanmaq olur? Saatla belə desək o 5 saat da çəkə bilər, 4 saat da çəkə bilər, ola bilər ki 6 saat da çəkə bilər, 7 saat da. Yəni 10-11 saat işləsə daha da çox qazanmaq. Sifarişdən əslində belə deyim, sifariş məsələn sifariş var 2 evro verir, sifariş var 3 evro nə qədər verir. Bax belə təmiz şifahi izah eləyim ki, tam səndə yəni inşallah dəstəkçilərinə tam çatar ki, aydın olsun ki, yəni 2 evro, 3 evro, 4 evro, məsələn 2 evro ilə işləsən gündə belə deyim, hər gün 2 evro götürsən, hesabla da indi maksimum 3 evro da olur, 2 evro da olur. Elə olur ki 6 saata 70-80, 70 yəni evron qazanırsan 6 saata minimum. Hə, yəni elə olur. Amma belə hesablama ilə zəif də ola bilər. Hə, yəni işin qaydası bu. İntiqam, suallardan bir neçəsindən də odur ki, sualımın bəxş davamı olaraq deyim. Həftənin hansı günləri, yəni Bolt kuryerdə, Bratislavada həftənin hansı günləri daha çox sifariş olur, ya da qazanc daha çox etmək olur. O haqqda zəhmət olmasa deyərdim izləyicilərə. Qardaşım, bax, birinci gündən 5-ci günə kimi işlər yaxşı olur. 6 bazar zəifdir. Niyə zəifdir? 6 bazar çünki şirkətlər işləmir. Ofislər, bəli, ofisdir, şirkətlər, yəni hamısı bunların yəni bazar günü istirahətləridir. Amma birinci gün işin başlayan vaxtıdır.
Yəni birinci gündən 5-ci günə kimi istər zavod, hər bir yer fəaliyyət göstərir işləyir. Yəni ona görə bizə sifariş oradan yemək zakaz verilsə və Aha. təsir edir də belə də Aha. sifarişə. Kuryerə də o həmin yəni qazanc da yaxşı olur da. Yəni işləyirsən, qazanırsan belə. Aydındır. İntiqam, onda bir dənə də belə bir sual verim də. Buyur əziz qardaş. Sən təxmini deyirsən ki, mən gündəlik 5 saat da işləyirsən, 6 saat da işləyirsən və bu sifarişdən asılıdır. Yəni sifarişin günündən 6 bazar və ya da bayram günləri. Belə desək, də olar zəhmət olmasa. Buyur qardaş. Çünki mənə harda təxmini 15-20 dənə suallar var ki, onları mən hər dəfə qarşıma və onlar mənə zaman-zaman yazırlar da TikToka, Instagrama, Facebooka. Və demək nəyi deyim sualını belə deyim. Həftənin hansı günləri, bax Bolt Kuryerdə, Bratislavada hansı günləri pik belə deyək də, yəni yaxşı sifariş əldə etmək olur, yəni qazanc eləmək olur. Məsələn, birinci günmü, 5-ci günə kimi və ya hansı günləri, o haqqda zəhmət olmasa deyərsən. Belə deyim, birinci günləri düzdür iş hər bölgədə, hər gün iş yaxşı olur. Söhbət nədən gedir? Restoran işindən. Birinci günlər düzdür. Adətən o birisi günlərə baxanda elə günlər də olur ki, birinci gün zəif olur, ikinci gün yaxşı olur, üçüncü gün zəif olur, belə də. İndi bir yer dəyişmə olur. Birinci gün yaxşı olanda birinci gün, gələn həftə birinci günü pis olur. Məsələn, iş zəifliyindən söhbət edirəm, həm yaxşılığını. Təmiz belə çatdırmaq istəyirəm ki, zakaz adətən 2 evrodan hesablasaq ki, 2 evrodan işləsən, bəli, qazanc zəif olur. Çünki 2 evro çox verirsə, toplam hesabını deyirəm də, yəni maşında yol gedirsən, istər-istəməz yol vaxtı alır. Probkası varmı, svetoforu var, yəni qırmızıya da düşürsən. Amma 4 evrodan məsəl zakazlar götürəndə 4 evro, 3 evro bu zakazlar məsəl üçün sənin summana xeyirdir. Daha da məsəl üçün qazancı çox. Bizim kuryer olan Azərbaycanlılar var. Bir də söhbət əsnasında bunu sənə də ünvanlamaq istəyirəm. Deyirlər ki, məsəl üçün mən misal səhər saat 10-dan gecə saat 10-a 11-ə kimi işləyirəm, 12 saat, 11 saat və 100-dən də çox ola bilər. Yəni 100 avro da olur, 120 də ola bilər, 130 da ola bilər. Maksimum Seymur hesablamamla deyərdim ki, adətən qazancın əsas məbləğindən gedir daha söhbət. 2 dənə də sifariş verə bilər, bir dənə də sifariş verə bilər. Yəni mən maksimum 4-5 saata 50 evro işləmişəm, 4-5 saata. Elə olubdur ki, 50 evrodan da az olub, 40 evro da olub, 30 da olub, söhbət yoxdur. Yəni o sifarişin qiymətindən asılıdır. İntiqam, bax, burada əksər Azərbaycanlılar yəni ya bu işi görürlər, ya da ikinci bir iş kimi adətən taksi və ya kuryer işinə məşğuldurlar. Yəni İndi sən özün necə bu işi Azərbaycanda görmüsənmi kuryer, yəni və bu işin belə deyək də nə dərəcə asan çətin olmağını bəzi izləyicilər var ki, onlara da belə deyək bir istiqamət olsun ki, bunlar da yəni bilsinlər. Bəli, o istiqamət. Sözün şirinliyə də kəsirəm sizdən. İntiqam, yaxşı, belə bir sual verim sənə. İndi yəqin ki, bu izləyicilərə də maraqlı olar. Bu sualların içərisində yox idi, bunu özüm sənə verirəm. Bu arada bunları göstərək, İntiqamlar görsənmir. Burası məşq eləyirlər. Maraqlı bir yerdir. Sualım nədir? Ümumiyyətlə, Bratislavada maşın sürmək, yəni kuryer olaraq sənin üçün çətindirmi? Yəni necədir? Bu fikrin zəhmət olmasa deyərsən. Belə deyim, ilk səfərlərdə biraz çətinlik çəkirdim. Yəni 10 gün, 15 gün. İndi insanına görə bu şeylər dəyişir. İnsan var biraz nətər deyim, hər şeyi biraz gec götürmə ola bilər. Amma mən maksimum söhbət özümdən göstərirəm ki, mən 15 gün çətinliyim oldu. Yəni öyrəşənə kimi yollara, müştərilərlə dialoq, söhbət eləmək, onlarla nəysə çatdıranda bir-birimizi başa düşməyində söz əsas da yolları tanımaqdır. Restoranları tanımaq. Bu kimi şeylərdə 15 gün çətinliyim oldu. Ondan sonra da yollarda tanıyırsan, restoranlarda. Yəni gedişat yavaş-yavaş onu göstərir ki, hər bir tərəfi, yəni yol sürəndə istər-istəməz tanıyırsan, tanış gəlir hər yer. İndi hal-hazırda sənin üçün çətin deyil. Hal-hazırda yox. Belə desəm, mən heç navigatoruna çox baxıb sürmürəm. Yəni yolla. Artıq hansı bir restoran və ya da adı hansı bir sifariş yeri olanda oranı sən artıq yerini bilirsən. Daha hansı yolla gedəsən. Bəzi yerlər var ki, düzdür. Elə yerlər var ki, məsələn, ilk səfərdə 2 dəfə, 3 dəfə getdiyim yerlər var. Məsələn, mən Nivin özüdür.
sonra digər belə başqa bir istər suşidir. Ya belə restoranlar mən məsəl üçün bu yolları tanıyıram, bilirəm ki, hansı restoran. Amma elə restoranlar var ki, 2 dəfə, 3 dəfə getdiyim restoran olub. O yollar yadımda qalmayıb. Yəni elə bir hallarda çətinliyim olur. Mərkəz yerdə deyil də, biraz çox tanınmış yerdə olmayanda belə deyək də, yəni qıraq yerlərdə çətinlik çəkirsən. Ya zaten restoranı öyrəşənə kimi. Restoranın yerini tanıyandan sonra o ki sənə zakaz düşəndə o restoranın adı çıxır, göstərir monitordakı. Yəni filan restorandan sənə zakaz var. Çünki tanıyırsan, avtomatik bilirsən ki, hansı restorandır. Yəni girişini, çıxışını, hər yerini təmiz özün bilirsən. Belə. İntiqam, sən ümumiyyətlə bax bu indi dedin ki, neçə vaxtdır burada bot kuryer ilə işləyirsən. Və sən Azərbaycanda bu işi görmüsən, yəni bu çatdırılma işində işləmisən? Yoxsa burada birinci səfərmi, yəni birinci dəfədir başlayırsan? Belə desəm, qardaşım, mən bu ölkədə Avropadan söhbət edirəm. Avropada birinci dəfədir mən kuryer işindən məşğulam. Amma mənim özüm sənətim var, mən özüm bərbərəm. Aha, bərbərsən. Hə, yəni burada bir fikir yarana bilər ki, bərbər olasan, bərbər olub daha doğrusu Azərbaycanda, gəlib orada niyə kuryer işləyəsən? Bu səbəblər var, yəni özün də bilirsən Seymur. Digər Avropa ölkəsində olanlar da bilir ki, gediş-gəti nədir. Yəni birbaşa bərbər gəlib işləyə bilmirsən, çünki sənət, dokument düzəltmək, sənət prosesləri var. Yəni bu sənət, dokument bu işlərə görə yəni birbaşa gəlib bərbər işləyə bilmirsən. Yəni istər zavod olsun, istər bolt, kuryer olsun, yəni şəxsən kimin harda məsəl üçün özünə görə də, yəni uyğun, asan xoşlayırsa zavodu, gəlib zavodda da işləyib sənət düzəldə bilər. İstəsən gəlib kuryerdə işləyib, kuryerdə də düzəltdirə bilərsən sənətləri. Yəni onun fərqi yoxdur. Yəni sən özün bu işi işləməmisən. Yox. Bot kuryer işləmirsən. Burada birinci səfərdir, yəni bu işi burada görürsən. Birinci dəfə. Və öz sənətində dedin ki, bərbərlik işdir. Bəli. Və bura gəlmək istəyən, bura gələcəkdən Azərbaycanlılar da elə bir xəbəriniz olsun ki, burada ən çox axtarılan belə deyək də sahələrdən biri də hər kəsə bərbər lazım olur. Müəyyən bir gəldikdən vaxtdan sonra. Burada nəyə görə lazımdır? Burada yetərincə bərbər də var, ancaq ki qiymət məsələsi var. Burada adi belə deyək də saç düzümcə kəsdirmək, misal biraz da deyək ki, saqqal və düzəlş etmək istəyirsinizsə, aşağısı 40 ya 60 avro arasıdır. Var, biraz ucuz yerlərdə var. Amma bizim istədiyimiz Azərbaycanlı belə deyək də o bərbər burada yoxdur. Bratislavada yəni yeri olan, elə bunu belə deyək, İntiqam sözünə deyirəm ki, Azərbaycanlılar da bilsin. Bratislavada hər hansı bir məkanın yeri olan, belə deyək də, gedəsən saçılmışsan, Azərbaycanlı yoxdur. Ayrı-ayrı şəxslər var, bəli var. İntiqam da onlardan biridir. Elə bu arada gələcəkdə lazım olsa İntiqama müraciət edərsiniz. İntiqamın mən indi xoşdur, gözəl insan. Facebooku, Instagramı hər hansı biri mənə qeyd edərsən, İntiqam, mən onları əlaqə nömrəsi var, lazım olsa onu da qeyd edərəm, səni əlaqə saxlasınlar. Problem yoxdur, inşallah. Həftə arası kimə lazım olsa yığırlar. Belə deyək də, bərbərimiz İntiqam gəlir, öz də əl işi də indi video aralığında da yerləşdirərəm, öz səhifəsindən icazə versə, əl işinə də baxarsınız. Bu haqda bu qədər. İndi keçirik növbəti suala. Hazırsan İntiqam? Hazıram. Getdik. İntiqam, davam edirik. Sifarişi indi götürdün. İndi isə gedirik. Bratislavan hansı istiqamətlə gedirik İntiqam? Yox, sifariş götürməmişik. Sifarişi götürməyə gedirik. Hədən götürməyə gedirik, düzdür? Petrejalkadadır. Petrejalka. Petrejalka Bratislavada böyük bir dənə qəsəbədir. Ümumiyyətlə Petrejalka bir şey haqqında deyim, İntiqam. Avropada ən böyük qəsəbədir. Hə, Petrejalka. Petrejalka, hə. Ərazisinə görə, bir də həm də yaşanan insanın sayına görədir. Hə. Petrejalka yəni ümumi Avropada, Avropa Birliyində ən böyük olan qəsəbədir. İnternetdə mən elə oxumuşam, yəqin ki, yalan məlumat vermiş olmaram. Yox, elə olar, inşallah elə olar. İnternetdə nə varsa düz yazılır. Hə. İndi gözəl insan, gedirik sifariş götürməyə. İnşallah, hə. Və bu arada dostlar, indi demək İntiqam gedib sifarişi götürməyə, McDonald's-a gəlmişik. Və biz Petrejalkadayıq, McDonald's-dan bir sifarişi İntiqam gəlsin. Satış götürür, gedib saxtırıb, müştəri gedib saxtıracaq. Baxın, izləyin və kanala dəstək olaraq zəhmət olmasa paylaşın, abunə olun. Yəni burada vaxt həqiqətən çox azdır.
Yəni çalışıram ki, bu tip videoları çəkim və siz də mənə dəstək olaraq bunları paylaşın ki, həm digər insanlar görsün. Həm də belə deyək də kanalın böyüməsinə mənə dəstək olmuş olarsınız. İntiqama çəkiş əsasında deyirəm, intiqam özü necə istəyirsən o çəkilişdən? Şəxsən elə biləm qardaşım, ASTV-dən gəlmisən. Sağ ol, ASTV-dən mən bizə. Yəni demək olar ki, Opşu Slovakiya haqqında yəni xəbər yəni verir. Sərbəst o. Açığı sıxılıram, biraz sıxılırdım kamera qabağında, amma həqiqətən alışmaq lazımdır. Biz onda kiçik bir fasilə edirik. Hə. Ay intiqam, bu sifarişi niyə belə geri gəldi? Bu McDonald's niyə belə eləyir? Hə? Qardaşım, bunlar bilmir ki, müştəri acdır. Dəhşətdirlər, bildiyin dəhşətdirlər. Həmişə demişəm McDonald's götürməyəcəm. Gəlirəm yenə də McDonald's-a girirəm. Elə McDonald's var düzdür, tez verir, biraz tezləşdirir. 2 dənə şey qoyub, o bildiyimiz şəkər bura. Odur. Mənə yəni yarım saat Bu boyda gözlədim 2 dənə kişi, bu boyda maşın 2 dənə şəkər bura gedir orada. 2 dənə şəkər bura görə mən McDonald's-da yarım saat gözləmişəm. Pristav elə. Bəs yaxşı, hazır olmağı sistemdə bildirmir ki, bu gec hazırlanacaqdır. Yox, onu demirlər də. O elə bir ki, sənə zakaz tulluyur. Sən zakazı qəbul edirsən, cev zakazı istəyəndə orada sənə məlumat verirlər ki, yəni 10 dəqiqə çəkəcək, 5 dəqiqə çəkəcək, indi 10 minutla deyirlər, vaxtla deyirlər, bax belə. Vəziyyət budur. Görürsünüz də izləyicilər, yəni kuryerin də bu çətinliyi var. İndi başqa çətinliklər də var. Prosta sadəcə bunu hər gün çəkmək olmur. Nəyi çatdıra biləcəksə, nəyi çəkə biləcəksə belə deyək də onu göstərəcəyik. Kuryeri yaşayanlar bilər də, öyle baxıram. Vallahi belə şeyləri kuryerlər yaxşı bilir ki, mənim indi deməyimdən tutacaqlar ki, ən azından ki, bu nə variantda temalar var da bu McDonald's-da. Ən çox restoranlardan elə bu sualı verim. McDonald's-da bu baş verir yoxsa? Çox kuryerin əksəriyyəti deyə bilmərəm. Əksər Bolt kuryerlər. Şəxsən deyərdim ki, mən özüm kuryerəm də, mən bilirəm Boltda işləyirəm. Bilirəm ki, bu Bolt həmişə G-yi bandırır, gecikdirir zakazı. Sırf McDonald's-dan söhbət edirlər. Yəni bu şəxsi bir şeylə deyil də, yəni biz burada istəmirik hansısa bir markanı, brendi. Sadəcə yəqin ki, çatdıra bilmək. Ola bilsin sifariş çoxdur, ola bilsin. Sifariş çoxdur, o da var, o söhbət də var. Elə şey var, məsələn mən Volt tez verir. Voltu yəni Volt həmişə gəlir, mən görmüşəm ki, Volt yəni Boltdan söhbət edirəm ki, yəni Voltu tez göndərir, o zakazını tez aparır. Amma Bolt sırf gözləyir. Voltu gözlər. Voltu yola salır, Boltu gözlər. Arada beynimə elə şeylər gəlir ki, biz lazımsız adamzadıq. Biz indi başa düşdük. Elmi dildə deyir. Şeydə deyirlər ya, biz nəsə demir yox kəlməni. Hələ. Başa düşdülər yəqin söhbəti. Olsun, demək, indi biz gedirik müştəriyə sifarişi çatdırmağa, düzdür? İndi sifarişi veririk, düzdür. Və sifarişimiz də arxadadır, Bolt sumkamız. Bax, indi elə belə şlaqbanı çəkə bilərsənsə, bax McDonald's-da gördüyün kimi, mən cırdım aranı, 5 evro ödəmədim. 3 evro ödə, 3 evro. Bura özəl kompleks olduğu üçün. Hə, bu da sən bura gəlir, səfərlərimsə gəlsin bu. Bu məncə daha çox kuryerin bir günü yox, məncə intiqamın bir günü oldu. Bu gün demək olar ki, bu gün həqiqətən Seymur. Elə günlər var ki, valla təkər də problem ola bilər, maşından söhbət edirəm, zakazdan da problem ola bilər. Yəni kuryer bunu zaten yaşayır da bu bir şeylər. Demək o demək deyil, indi pul qazananda məsələ üçün hər şey elə olur. Biz də gedək ondan. Yox. Müştəri niyə qazan? Ha. Добрый, закандоле курьер. Добрый. Okey. Чем дола? Som to şlagbaum. Turniket. Nə yüzdə tutdu şey söhbəti. Müştəriyə çatanda belə hər işini daha tez etmək üçün prosesi əlaqə nömrəsinə özün zəng vurursan ki, yəni buradayam, çatdırmağını bildirirsən də, həm aplikasiyada bildirirsən, həm də əlavə zəng vurursan da, yəni tez çatdığını bildirirsən, düzdür. Çatdıdan da əlavə yığırsan müştərini ki, mən buradayam, səni gözləyirəm. Bu da deyir, gəl. Yəni məlumat verir ki, gəlirəm, gözləyir, məsələn, çatıram. Yaxşı. İndi biz növbəti bir sifarişi götürüb burada bunu ödəyək, yəni verək daha doğrusu sifarişi.
Növbəti sifariş götürməmişdən bir dənə baxaq sonra şeydə. Yəni çəkək. Problem yox. Bax, Hə, görsünlər. çəkərsən, problem yox. Bax, sifariş gəldi. Növbəti bir sifariş gəldi. Onu da zəhmət onu da çıxartmaq olar telefonu. Olar. İndi biz Boltun proqramındayıq. Bax belə bir zakaz gəlir. Sifariş Zakaz gələndə 2.27 verdi. 2.27 dediyim bayaq ki, həmin bəs qiymətdir. 12 dəqiqə nə Bunu qəbul edirsən, 12 dəqiqə, yəni 12 dəqiqə ərzində müştəri sizə çatdıracaq. Hə, istəyirsənsə göstər yaxından. Bəs müştəri gəlir deyə. İndi burada olmağı üçün yəni demək ki bu formadadır. Yəni həm 12 dəqiqə vaxtı bildirir və bu sifarişi artıq bu yerinə aplikasiyada göstərdi ki, bu mən çatdırdım, yəni sifarişi çatdırıram. Növbəti bir dənə sifariş artıq buna verdi yəni. Və gedəcəyik sifariş götürməyə yenə və ondan sonra müştəriyə çatdıracaq. Demək sifarişi götürməklə müştəri arasında ümumi 8 dəqiqə göstərir. İndi intiqam gəlsin, sifarişi apardı, gəlsin, yenə çəkiliş edəcək. Bax, intiqam qeyd edirdin ki, ilk gəldiyin gündən necə çətinlik yaşayırdınsa, yollarla bağlı, giriş-çıxışla bağlı. Bir də burada kuryer olaraq, məsələn, maşın olaraq, Brasovada ən çox çətinlik nədədir? Məsələn, baxıram ki, mən səndən fikir verirəm, parkovkada mənə çətinlik çəkir ki, burada ən çox problemdir o, maşın dayandırmaqla bağlı. Bu haqda bir fikrin zəhmətimizə deyərsən? Qardaşım, bax, belə deyim, parkovka yerlərində çox vaxt çəkirlər, yəni pulla. Mən deyərdim ki, pas proqramı var. Pas, bax, bir dənə zəhmət olmasa onu göstərərdim, bax, bu göstərdiyimiz Gedirik indi növbəti sifariş götürməyə. Aha. Hansı burada göstərir hansı restorandır, pizzadır və yaxud da sushi bir yeridir. O şeylər göstərir. İndi belə deyim qardaşım, restoran üstə pizza rayon, məsələn, hər cürə restoranlar var, adları yazılır. İstər-istəməz, yəni görürsən də qıraqda restoranın adı həmin o location'dakı göstərdiyi o adı indi inşallah göstərəcəm düşəndə də. Yəni həmin restoranda orada baxırsan ki, yəni o görürsən. Böyle ya sağda, ya solda bir tərəfdə olur. Yaxşı. Yəni restoran adı yazılır. Elə yerlər var ki, məsələn yazılmır ya ad olaraq da biraz fərqli ad da yazıla bilər. Məsələn mən o adları harda görmüşəm? Kitaylar, Çinlilərdə. Çinlilərin restoranı Çin hərfi ilə də belə desək. Amma oxuyanda biraz ciddi baxanda tutursan ki, bu yazı ona oxşuyur. Bunlar da biraz yılan qurubağa kimi də belə deyil. Biraz oxumada hər şeylər var. Hə. Sevmursa yox. İntiqam gəlir. İntiqam sifarişi çatdırdın intiqam. Hə, sifarişi çatdırdım biraz. Gözləyir içəridə. Mən elə biləm şlaqbanın yanına gəl. İntiqam sən yeganə kuryersən ki, sən kameranı zatla belə müşahidə edirik. Allah canım sağ eləsin. İzləyənlərə də təşəkkür edirəm. Sağ ol. Bu arada davam edirik intiqam. İnşallah problem yoxdur. Nəsə belə çəkiləsi bir şeyin varsa çəkə bilərəm. Maşını bir dənə çəkəm, maşın haqqında bir dənə məlumat ver. Purjunları kəsdirmişəm. İntiqam. Qabağa qaldırmışam. Çatdırmağı bu maşın edir. Hansı maşındır, maşın markasıdır, haqqında məlumat ver. Toyota Prius'dur, gözəl qardaşım. Toyota Prius. Hə, Toyota Prius. Mən izləyicilər Toyota Corolla demişəm, ona görə üzrü sayın başdan bilməmişəm. Hə, elə. Səndən gəlməmiş, görüşməmişdən qabaq deyəsən Corolla demişdim. Hə, Toyota Prius. Corolla, Xezbek, onlar ayrıdır. Toyota Corolla, hə, o başqa maşındır. Toyota Prius belədir ki, həm yanacaq barədə sərfiyyatlı maşındır, həm çox gözəl maşındır, dözümlüdür. Önü də çəkə bilərəm. Hə, çək, problem yox. Çəkək. Hava soyuqdur deyə kamerada bulanıq yarana bilər. Belə bir şey çəkək. Bu da mənim 2 diş perodok vermişəm, qaqa barmaq girmir. Perodoku sən burada. Burada perodokla sürürəm. Yəni sən ifşa eləmərik də bundan. Özümüz öz əlimizdən. Hə də. Gedək onda intiqam. Yolla, yolcu. Bax əziz qardaş, deməli proqramı göstərirəm. Bax məni gətirib çıxardı parkovka olan yerə. Bax hal-hazırda parkovka 1, parkovka 2. Bax buradayam. Restoran da bildiriş göndərir ki, sifarişimiz hazırdır. Zəhmət olmasa bir dənə çək. Bu maşından, bir də bizdən, gələn adamdan, binadan başqa, nə ağac deyim, nə deyim, zibil qabızlar, hamısı var da. Yəni burada restoran bax, Boltun bir dənə... Orada Ternodur, mağazindir. O marketdir, bildiyimiz qədər. Bəlkə zənən bir tərəf istiqamətini keçək, orada ola bilər. Bunu ancaq fırlanıb gərək gəzib baxasan. Bax dediyin çətin. Maşınla işləməkdə deyil də, yəni əlavə düşür gələk restoranda tanınmış restoran olmayanda gəl axtarasan. Əlbəttə, yəni kuryerin bir dənə o bayaq dediyim misalı çəkirəm ki, ən çətin nöqtəsi bax belə yerlərdə olur.
gəlir səni atır belə bir park yerə və sən buradan istəsəməz gəzib tapırsan, axtarırsan. Deyəsən oradır. Pizza ağacının balaca arxasında. getdi ora. Prosto Gedək. orada çəkilişi saxlayarsan. Nə görə deyirəm? İcazə olmaz. Başa düşürəm. Restoran deyər ki, başa düşürəm. Yəni ümumi ərazini göstərək, yəni təxmini çatdıq, yəni buradır. Gəldi axırı tapdıq. İndi girim 2 dəqiqə götürüm. Götür gəl. Yaxşı. İntiqam getsin, sifariş götürsün. Biz də buranı çəkək. Bratislavada yanvar ayı soyuqdur. Qar yağıb. Dobri. Və bayaq İvanla. İntiqam dediyi belə bir plakatlardır. Parkovka ilə bağlı. Bax gördüyün bu pasın proqramıdır. Qır koduna kimi var, nömrəsinə kimi var. Gördüyünüz dostlar, yaşıl Aha. yer, yəni o işarə ki var plakat. Çünki dayana bilmədim, yoldu deyə. Şeydir. Başa düşmək olar onu. Bax məsələn, adi elə elemental vermişsən, düş. Bax düşüb onu çəkərsən, lap rahat bunu silərsən. Hayır, çəkərəm. O da olar. Bir dənə bax, çəkim bura. Bu Şəngənin restoranı hardadır? Tam prosto tuta bilmədim ya belə. Bəs ola bilsin burada Zdanyanın arxası tərəflərdədir bir. Yox, bura. Sən ora parkovka ver, orada yer var. Yox, elə arxada deyə burada da yer var. Yer var, ha. Prosto bunun yerini mən tutuzdura bilmədim ki, bunun yeri hara. Bu yerdə ən çox çətin yerlərdən biri. Restoran bax belə bəzi restoran olur ki, Zdanya müəyyən bir dəfə tanınmış yerdə deyil, yəni çətinlik çəkir o barədə. İstəyirsən elə belə gəl bir dənə o göstərimsə, tema kimi də başa düşdü. Maşını düzgün yerdə saxlamamısınız. Bildiyim qədər bir evakuator aparır. O bildiyim, o bəzi yerlər var ki, orada saxlaya bilməzsən, avtomat evakuator gəlib götürüb aparırlar. Bir də bəzi yerlər var ki, gəlirlər, şəklini çəkirlər. Onun cəriməsi nə qədərdir? Onu mən təqribi yəni Slovakiya büdcəsinə, Slovakiyanın yəni qiymətinə uyğun deyirəm. Ola bilər mən elə eşitmişəm 50 evrodan başlayır, ta ki 70. Mən səhvimsə 40-50 eşitmişəm mən də, 40-50 avro. Hə, yəni 50-dən başlayır. O deyirlər ödədin vaxtında 50 ödəyirsən, belə söhbətlər var. O digər ölkələrdə də elədir də, bildiyimiz kimi. Amma sonradan ödəsən o 2 gün, 5 gündən, 10 gün keçəndən sonra faiz qalxır 70 evroya kimi belə 70 ödəmək evro kimi olsun. qalxır. Bəli, bəli. İndi isə getdik biz. İnşallah getdik. Sifarişin 3 dənədir. Üçünün ikisini verəcəyik, birini də maşında yeyəcəyik. O təbii ki, zarafat tapan müştərilərə çatdıraq. Bəli, bəli. Zarafat eləmək lazımdır. Bəli, bəli. Getdik onda. İntiqam sifarişi götürdün. Sifariş götürdüm qardaşım, amma çatdırmaq istəmirəm. Pizzanın iyi bilsən nətər vurur adamı. Bir dənə stol açaq bəlkə burada bir. Açaq bəlkə burada zadaq yeyək. Və bayaq dediyim ki, o yaşıl pas, bax bu proqram ki var, gördüyün, bax bir dənə elə göstərərsən. Bu bayaq deyirdim. Bu nömrələr var, bu göstərək. 5 görsüzmü nömrə SMS ilə? göndərirsən, bir sağda Evrosu bax orada göstərir 12:00-dan 24-ə kimi, 18:00-dan 20. Yəni bu saat ərzində 3 saat da verə bilər, 2 saat da verə bilər. 1.20 evrodan, ola bilər ki 2 evrodan, ola bilər 3 evrodan. Yəni yerlərinə görə dəyişir. Təxmini demirəm qiymətləri. Maşın desən orada qoyduq. Səncə bura ilə keçək. Hə, təxmini bilmirəm mən də qiymətləri. Elə olur 2 evro dediyim olub saatına görə. Yəni pas proqramı var. Pas proqramına yükləyirsən, saxladığın yerdə yəni gəlib sənə cərimələməsinlər. Hesablasaq ki, bir dənə məsələn maşına gəlib çəksə, etiketini vurur, sarı etiketini, o da az puldur. Elə demək Bratislavada maşını yerlər var ki, orada saxlaya bilməzsiniz. Saxladınız, gəlirlər, çəkirlər. İndi cəriməni mən tam yadımdan çıxıbdı, neçədir? İntiqam deyər, o cərimə çəkirlər və belə də SMS-dən göndərirlər. Bir də bəzi yerlər var ki, evakuat avtomatik onu aparır, yəni. Gəlir, görür ki, biz yerdə saxlamamısan, aparır. Yəni ən çox Bratislavada parkovka, yəni çox belə yerdir. Ona görə də bura gələcəkdə gəlib işləsəz, yəni bu şeyi nəzərə alasınız. Burada fırlanacaq. İndi gedirik Nivi ticarət mərkəzinə. Nivi həm orada restoranlar çoxdur, həm də oranın ətrafı daha çox oradan sifariş gəlir də. Restoranlar bəli, ən tanınmış demək olar ki, Bratislavada yəni bir obxodla gedir. Yəni gələcəkdə biləsiniz kim buraya işləmək istəyirsə, bir obxodla sayılır. Obxodla mən orada çəkili etmişəm. Digər videolarımda var. Elə orada keçid edib baxa bilərsiniz.
Orada restoranlar, kafelərdir. Bir küçədə yəni çoxdur orada restoran və digər belə də turistik mərkəzi yerdir. Bir ora sayılır ən çox kuryerlə bağlı. İstər maşınla, istər velosipedlə. Bir də o Nivi ətrafı. Digər ticarət mərkəzləri var. Mənə yəqin razılaşasan İntiqam. Və indi zakaz Gəldi, bir göndərdi. sifariş gəldi. İndi mən çəkirəm Astanovkaya, indi bax Hə, zakazıma baxıram. göstərək. Hansı restorandan verib. Baxaq. Şey açaq. İndi bax 4-3. Starbucks'dan veribdi. Avpark. Starbucks, Avpark bax. Avparka. Ay vay vay. 4 avro 3 sent veribdi. Avpark bax buradır. Qabaq tərəfdə. İndi ora gedəcəyik. Orada çox böyük bir filialdır. İnşallah istəsən orada da lap çəkişi rahat Orada da edə çəkərik. bilərsən. Hə, o Orada Nivi bəlkə kimi içəri bilir. gedib şeyə kimi çəkmək olar. Səndən düşərik ticarət mərkəzinə. Elə bir çəkiş də edərik də. Etmək olar. Niyə də olmasın? Çünki Çünki gedib götürənə kimi zaten Starbucks ictimai yerdə belə yəni restorandır. Starbucks belə restoran da sayılır da əslində. Digərində bilmirəm içkilərdir. bildiyimiz restorandır. Hə. Sadəcə olaraq o altı aşağıdır deyə ona görə. Gözəl insanlar, bu kuryerdən mən bir şey əlavə edeyim. Bir müsbət və mənfi cəhətində deyim. Yəqin mənə razılaşarsan İntiqam. Buyur qardaş. Maşında yeməyə aparan onun iyisi. İndi bu pizzanın iyisi həqiqətən maşını götürübdü. Özdə az vaxtımıza düşürdü. İndi belə bir şeylər tez-tez olur İntiqam. Necədir yəni bundan O belə bir şeylə işləmək? bu şeylər əlbəttə qardaşım. İndi elə olur ki, düzdür. Pizza iyi indi tutur adam da indi. Özü Amma sarımsaqdan da nə sarımsaq çox vururlar Adam əlbəttə. ürək sən xəncəz atsın. Özümüzü hiss edirik ki, gürcü xəncəza deyəcəyik. Amma sən çatdı sözün vurursan burada, sonra Çatdıq indi sifarişi vurduq. indi Göstərim də. müştərinin burada nömrəsi qeydi çıxır, müştərini yığırsan. Təhliyək. Hə, problem yoxdur. İndi Müştəriyə zəng vururuq. Və Ano, prosím. Dobry, zakondole kurier. Ano, idem dole. Okej. Za chvilku jsem tam. Parkovky som tu. Ďakujem. Ďakujem. Tabii. bu formada ya bəzən ingilis dilində, bəzən slovakca müştəri yəni bildirir ki, çatmışam burdayam. Həm özü üçün yaxşıdır, həm müştəri üçün ki, yəni bilsin ki, amma zaten aplikasiyada deyir ki, mən burdayam. O bildiriş də gedir və özü əlavə zənglə edir ki, iş proses biraz tez olsun. Çünki müştəri azdır. Ac olan var. Bir dənə o Gəlir. sözü Gəlir. demişəm vuracam, yazıb yapışdıracam ki, ac olan var, yol verin. Yazsın bunu bir dənə. Nəysə. Sifarişi ver. Bir dənə bunu indi bunu vururam, zakaz gəlsə özün çəkərsən. Hə? Yaxşı. Gəlsə götürüm də onda. Gəlsə Yox, götürüm. özüm götürəcəm. Hələ. Əziyyət çəkmə, hə qardaş. Dobry xuç, ďakujem. Dobry. 3 sifariş bir nəfərə getdi. 3 dənə sifarişi bir nəfər vermişdi. 3 dənə sifarişə o boyda evro verib, bax 2 evro. Bax onu deyirdim ki, o problemlər var bax. İndi gedək hara? Ha, Təşəkkür edirəm inşallah. İntiqam. Bax indi bu gün biz səninlə görüşənə qədər sən saat neçədə başlamısan yəni proqramı açdın, saat neçədə başladın işə? saat hardasa mən biraz çox vaxtlar çox gec çıxıram. 11-ə 11-in yarısı saat o belə 11-in yarısı 11-də işləmişəm. təxmini başladın da. Hə, İndi tam hardasa saata təxmin. baxarıq da. İndi icazənlə elə izləyicilər yəqin ki maraqlı olar. Zaten sən bu təşəbbüsü göstəribsən. Buna görə ayrıca sənə təşəkkür edirəm. Həm öz adımdan, həm izləyicilər adımdan. Sağ ol, çox sağ ol qardaş. Kuryerliklə bağlı. Mən də Ümumiyyətlə sizə təşəkkür edirəm. Sən də əziyyət çəkirsən. sağ ol. İzləyicilərə də çox sağ olsun. Dəyər verirlər sənə. İnşallah Sağ təki olsun. izləyicilərin lap çox artsın. Sağ ol. İzləyicilərin yəni təki Allah canlarını sağ eləsin. Yəni sənə dəstək olurlar, kömək olurlar. Sağ olsun. Və elə cümləmi sözünü deyim. Mənə bu fəaliyyətimlə bağlı, əgər istəyirsinizsə mən bunu davamlı çəkim və digər mövzular həqiqətən çoxdur Slovakiya ilə bağlı, Bratislava ilə bağlı. Mənə digər dəstəklər lazımdır. Bunlardan ən birincisi sözsüz ki, kanalı bəyənib paylaşmağınız lazımdır ki, bu kanal digər insanların da qabağına çıxsın. YouTube alqoritması belə bir işləyir. Bəli, bəli. Digər mənə köməyiniz ola bilər ki, çünki mən 6 bazara mən zamanımı sərf edirəm, digər işlərimi işləmirəm. Yəni o mənim şəxsi zamanımı bu işlərə ayırıram. Mənə dəstək olsanız, mənim digər texniki vasitələr almaq istəyirəm, İntiqam bu şeylərdə o deyim, yəni biləsən. İnşallah qardaşım. Hə, məsələn, mənim bir kamera ləvazimatlardır, mənim mikrofon ləvazimatı, onları almaq istəyirəm. Mənə dəstək ola bilsəz o formada,
Yəni böyük şad olaram ki, mən də bunu daha da bir böyüdüm. Belə deyək ki, çox istərəm ki, Azərbaycanlıların burada bir problem olmasın, o şeyləri çəkmək istəmərəm. Yəni o şeylər tək olmasın, yaxşı bir şeyləri çəkmək istəyirəm. Yəni çünki pis bir şey olmasın tək, yəni onu çəkmək məcburiyyətində qalmayım da. Yəni. Düz. Hə, indi gedirik Starbucks-a. Buradan yavaş gəz, yavaş. Hə. Al. Yox, şeylikdir. 6000-dir. Yəni şeylik maşınlıqdır. Bu niyə belə işlərdir mən? İndi biz gedirik Avparka. Avparkdan sifarişi götürəcəyik və gedəcəyik. Ümumi neçə dəqiqə veribdi? 25 dəqiqə veribdi. Ümumi deməli 8 dəqiqəlik verib. 8 dəqiqə. Avparka qədər. Yox. Sırf sifarişin hazır olmağına 8 dəqiqə verib. Hə, Daha doğrusu elə də olur. Aha. 8 dəqiqə, 10 dəqiqə, amma belə sənin kilometrajda məsələn deyir ki 2 kilometrdə, yəni 300 və belə göstərişi var. Ondan sonra nədir? Sən orada dəqiqəyə gəlib çatdıra da bilərsən. Tez də çata bilərsən, 8 dəqiqəyə də çata bilərsən. O məsələlər belədir. İntiqam, sən bu gün indi sənə öz adımdan və izləyicilər adından sənə təşəkkür edirəm. Bir daha. Çox sağ ol. Bəlkə sözünü kəsmək istəmədim. Sağ ol, sən də bu şey təşəbbüsdə bulundun. Həmçinin mən də sənə təşəkkür edirəm, izləyicilərə və də təşəkkür bildirirəm ki, sağ olsun sənə dəstək olurlar, izləyirlər səni. Bu arada İntiqam kanalımız artıq 4100-ü bu gün keçdi. YouTube kanalında abunənin 4100-ü keçdi. Bizim TikTok, Facebook və Instagramda da varam. Orada da takip edə bilərsiniz. Instagramda çox aktiv, yəni paylaşım etmirəm. Yəni biraz zaman tapa bilmirəm açığı. Daha çox TikTok, Facebookda yəni çox paylaşım edirəm. Və bu şeyi əgər icazə versən, müəyyən bir bu sifarişdən sonra biz sən sifarişlərin sayını bir də bu gün bu saata kimi olan məbləğə baxa bilərik ki, İntiqam nə qədər sifariş işləmisən artıq. Bunu zakazı. Bəli, göstərə bilərik. Olar, nə olmur ki? Əla, indi biz birazdan bunu götürək. Bəli, buyur. Bugünkü qazancla bağlı 28 evro işləmişəm. Hal-hazırda bu saata kimi. Bu saata qədər düzdür. Saat 11-dən hesablasaq ki, deyərlər ki, bəs nə oldu? Yəni bəs bu boyda 50 evro, 60 evro. Yəni sözün açığı mən fırrada işləmişəm də. Yəni bu işləmək deyil. Mənə də vaxtın ayırdı, söndürdük. Hə, əlbəttə. Yəni Nivə təzədən qayıtdıq. Mən digər sifariş vardı, onu götürdük də şəxsi özümlə bağlı. Sağ ol. Bəli, qardaşım. Ona deməkdir, yox, problem yox. Yəni bu şeylər də nəzərə alınsa, hələ ki 28 avrodur. İndi bu hələ sifariş, indi getdiyim sifariş hələ bura vurulmayıb da, əlavə olunmayıb yəqin ki. Yox, indi sonra onu aparıb çatdırandan sonra onu da sifariş. O olsa hardasa 32 edəcək də, təxmini 32 nə qədər. Biz başa düşürəm. Yəni bu saata kimi 32-dir. Bu formada işlənilsə, yəni İntiqam dediyi kimi 70 avroda ola bilir, 80 avroda, hətta 100 avroda ola bilir. Valla belə desək, kuryer işində ya mən deyərdim, bütün işlərə baxsam daha yəni rahatdır. Nə mənada? Təzə gələnlər üçün olsun istəyir. La fərqi yoxdur da. Yəni kuryer işi daha gözəl, rahatdır. Yəni heç bir şey yoxdur. Yəni müştəri ilə kontaktını tutdun. Bəli, əlbəttə. Sifarişi normal vaxtında çatdırdın. Yəni elə böyük qlobal bir problem olmur. Yox, xeyr. Kiçik yolda gələn hadisələr olur. Onu da məncə işin hər üzündə belə bir çətinlik var. Hər bir işdə çətinlik var, əlbəttə. Kuryerin işidəki çatdırmadır da. Yəni otursan istəyir də maşında və s. Yəni belə şeylərdir. Başqa heç bir kuryerin çətinliyi yoxdur. Nə ola bilər? Məsələn, ola bilsin ki, maksimum maşının təkəri cırlar. Yəni maşınla bağlı təkərində problem. Mən də gəlim səndən İntiqam. Gəlmək istəsə, gəl restoran. Bizdən özümü çağırdım. Mən elə bildim ki, adın səndin. 2-ci mərtəbədə hardasa görmüşəm. Və onun 1-ci mərtəbə ilə səhv salmışam. Biz indi isə Alparkda parking yerindəyik də, düzdür? Parking yerindəyik. Gedirik sifarişi götürməyə. Sifariş Starbucks-dandır. Bəli, bildiyimiz Gedək götürək. Slovakiyanın Nivi kimi demək olar ki, tanınmış bir yerlərlə də Alparkdır. Alpark da ticarət mərkəzidir. Və burada qarajda belə bir şeylər var ki, yaxınlaşırsan qarajda maşın saxladığı yerdə bax A2C. Burada maşın saxlama ilə bağlıdır da. Yəni qarajda bu yazılar məsələn A2, A1, tumbalarda işarə olunubdur. Bəli, A da ola bilər, B də ola bilər. Yəni yazı fərqindən burdan girəcəyik. Yəni yazılar C də ola bilər, A da ola bilər. Məsələn, hamısı
adlarına görə biraz bu biraz girişi qəribədir. Yəni biz buradan girəndə belə girdik. Də indi inşallah içərisində görsən ətrinə bax buranın. Normal qəşəng ətri var. Burada seyid elə bir ətrində. Allahım çəkər ətri. Bu arada İntiqam, Azərbaycan hansı şəhərindənsən? Onu Azərbaycanın Gəncə şəhərindən. Gəncədən. Yəni yeri Uzun Gəncədən. ildir çoxdan da çıxmışam oradan. Bakıda yaşayırsan. Demək olar Bakıda qaldım. Bakıdan da bizi izləyənlər var. Hər birinə salamlarımı çatdırıram. Məni tanıyan şəxslərə salamımı çatdırıram. Bunu əvvəldə deməliydik. Mənim də yadımdan çıxdı söz. Bizə can sağ olsun. Bunu yəqin ki, əvvələ əlavə edərəm. Olar, problem yoxdur. Bütün Kəsərsən də özün düzəldərsən orada. Azərbaycanda bütün yaşayanlara salam göndəririk. Bu hazırdır sifariş. Hazırda prosta yuxarı qalxacam, yuxarıda olmalı. Yuxarıda? Hə. İkinci mərtəbədədir. Yox, hələ biz liftlə qalxacağıq. Hə, liftlə qalxacaq. Bu şeydə mən buranın əvvəl nətər gəlirdim. Gəlirdim buradan vücud belə çıxırdım. İndi elə eləmirəm. İndi gəlirəm düşürəm oradan liftlə aşağı. Birbaşa çıxıram parkovkaya. Prosta parkovkaya getmək üçün gəlib başına bir də minmirəm də liftə. Başa düşür. İndisə Demə ki, bunlar aşağı düşür. çıxaq. Başqa şəxslər də var. Digər insanları narahat etməmək üçün İntiqam. Özümüzü çəkirəm ki, digər şəxslər narahat olmasın. Burada o şeylə bağlı biraz qayda qanunlar idi, yəni kamera ilə bağlı da. Hə, deyirəm yəni o şey olmasın. Bu Avropada biraz belə desək, yəni uşaq, balaca uşaqdır, yəni balacadan söhbət edirəm. Bir onlara belə elə eşitdiyimə görə əl vurmalı özən biraz qəribə pislərinə gəlir. Sonra heyvanları, yəni heyvansevər insanlardır. Heyvana da əl vurmağa icazə biraz elə şeylər var ki, mən o söhbətdə eşitmişəm. İndi biz sözün kəsən üzrsə biz qalxdıq. Bu da Avparkın ən çox restoran olan hissəsinə də. Düzdür, restoran, ikinci mərtəbəsi. kafe olan. Bura birinci mərtəbəsidir. Biz sıfırdaydıq, qalxdıq birinci mərtəbəyə. Düzdür? Aha. Prosta Starbucks buralarda olmalıdır. Gəl. Bu izə olacaq. Bir də soruşaq. Bura ola bilsin. Ora KFC-dir. KFC-dir. Ya buradır. Hər bu ticarət mərkəzlərində bir gün ərzində neçə saat belə parkovka limiti var? 3 saat normalda da, yəni bildiyimiz qədər, hə, 3 saat saxlamaq olur. 3 saat saxlamaq. Polnu palojnadır belə deyək. Amma 3 saatdan sonra 3 saatdan keçdi, pul ödəməlisən. Elə bir parkovka yerləri var ki, 15 dəqiqə vaxt verir. 15. Yəni sırf ticarət maldan söhbət eləmirəm. Adi McDonald's-un həyətindən deyirəm ki, o biz girdik bayaq da özün gördün. Ora belə də özəl yaşayış kompleksləri, özəl restoran ərazisi, özün parkinq olur. Bəli, ona görə elə bir şlaqban kimidir, açılıb bağlanmadır. Onlarda ödəniş 2 evro, 3 evro belə ödəniş. Bəli. Yaxşı, şimdi biz yuxarı qalxırıq da. Aha. Hadi buradan çıxaq. Qabaqdakı vali. Bir də sözüm, burada ticarət mərkəzlərində bunu başqa bir demişəm. Burada birinci mərtəbə orada sıfırdan başlayır da. Sıfır, bir də birinci mərtəbə. Sağ ol. Burada demək olar ki, hər bir ticarət mərkəzində Slovakiyada sən qayda nətərdir? Restoranların əksəriyyəti maldan söhbət edirəm. Bax belə bir böyük bir filial, yəni yerlərdən. Starbucks yuxarıda deyildi, yoxsa burada? Yuxarıda olmalı axı. Sən gördün yazını? Yox, görməmişəm. Yox, yuxarıdadır, yuxarıdadır. Çıxaq da yuxarı. Liftlə çıxaq. Belə, yəni gedirik Starbucks axtarmağa. Gedək. Location'ımız Starbucks. Götürək. İzləyin, baxın, abunə olun. Axır ki tapdıq. Starbucks-ı tapdıq, gedək Starbucks-dan sifarişi götürək. İndi bu sifarişdə götürsən, olur 30 avro. Pulunu hesablamaq kimi olmaz, insan üzrürsən. Prosta baxanlara qoy. Belə deyək də bilsin ki, yəni nədir? Bəli. Bir də biz bu çəkilişdə yəni kimisə dəvət etmişik, gəlsin burada kuryer işləsin. Sadəcə suallar odur ki, necədir, məlumat yoxdur və
çalışacağıq biraz da reallıqla, yəni. Belə Yəni olduğu desəm- kimi çəkək. Yəni Bəli, kuryer reallığı üçün görsün. eyni sistemdir. İstər Azərbaycanda olsun. Mən işləməmişəm Azərbaycanda, amma işləyən tanışlarım var, onlardan da məlumat almışam. Eyni funksiyadır da belə deyim. Və sadəcə olaraq Ölkə fərqli, fərqlilik nədir? qayda qanun. Bəli, ölkə fərqliliyi, qayda və qanunlar. buranın ticarət Biraz- mərkəzinə uyğun Bəli, yəni restoranlar tanınana kimidir də, yəni tanıyırsan. Onlardır bir yəni çətinliyi. biz Biz keçib getdik onu buradır, yoxsa? buradır, bura keçdin, sən buradır. Sən get götür. Buradır. Hə, indi götürsün sifarişi. Və sonra davam edək. Pantary kni. Секунду, может быть, указывает. Туя. Видите, где Altois, Lindex, где он находится? Доле, jedna parkovica. Первый parkovica. Mám ísť dole? Toto je, tu. Tu, áno. Ale nemôžem to nájsť. Myslíme tam. Áno, myslíme tam, táto stránku. Idete dole, tam Intersport a ještě Altois. Tam, áno, napravo. Ďakujem. Dovidenia. Fakta belə bir demək ticarət mərkəzlərində belə bir informasiya monitorları var. Burada görürsünüz 3 dildədir. Slovak Dobry. dilində və Alman Miloel. dilindədir. Miloel. Ticarət Miloel. mərkəzlərini tapa bilərsiniz. İntiqam indi Axırki tapdıq. sifarişi götürdün. Ha, şu hazırdır. Hə. Gedirik sifarişi parkovkaya gedirik. Oradan da Aha. gəlib müştəriyə çatdırırıq. Hə, xanım idi. Belə deyək də bir kitab mağazası var. Onu axtarırdı. Mən də çalışdığım qədər özüm sanki yeri adam gələn gün hər şey məndən soruşurlar. Özüm Amma ya çox maşallah olsun. Yəni 3 il ərzində sənin maşallah, yəni çox təcrübən çoxdur. Yəni dillərini bilirsən, rahat sərbəst danışırsan. yox, sərbəst əslində danışa bilmirəm. Çünki İdarə eləyirsən. Əsas İdarə odur ki, edə bilirəm. edirsən. Hə. Çünki mən bura gələndə ən çox Slovaklarla əhatədə çox işləməmişəm. Daha çox məndə rus dilli insanlar olub, əhatəmdə olubdu. Mən daha çox rus dilini təzədən təkmilləşdirdim. Hə, elə. Hə. Hə. O baxımdan yəni biraz Slovak dilindən zaman oluşu mən özümə bəzən çətinlik yəni çəkirəm. Yəni fikrini ifadə Bunlar etmək. onlar çox var rusca danışırlar da. Yox, mən olduğum işlədiyim yerlərdə daha çox Ukraynalılar, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Hə, elə. hə, və başqa belə deyək də keçmiş SNG ölkələrindən yəni olan insanlardır ya, məcbur üstündə yəni danışıram. Boşlins Park Nə? bir dənə də verdi. Bir dənə də sifariş verdi. Bir dənə də zakaz Götür. verdi. Bir dənə də zakaz verdi Av Parka. O da başqa şeydir. O dediyimiz yer var idi, Av Park. Ora getməliyik. İndi bunu götürüb ora gedəcəyik. Götürmüş hə. Hə. İndi gedirik Av Parka, sürüb gedirəm ora. Bar parkdayıq axı indi. Yo, bura Av Parkdır. İndi biz sifarişi götürdük, çıxır, gedirdik. Sistem belə deyək də bir dənə də sifariş verdi. Burada olduğuna görə də, düzdür? Getsən liftlə qalx. Gəl liftlə qalx, yaxşı. Sistem bir dənə də sifariş verdi. Və indi o sifarişi burada olduğuna görə verdi, belə başa düşürəm. Sırf bu ərazidəyəm deyə Aha. ikisini də elə bir ki kuryerə atır. Turulur ki, Bəs götür. liftlə çıxırıq Aha. onda. Bəs belə bir maksimum 2 sifariş ola bilirdi. Onu da mən belə 2 başa dənə sifariş verir, ondan o izə verir. Hə. Maksimum 2 sifariş götürürsən. Yəni zaman en uyğun gəlsə və Elə də olur ki, yaxın yerdə olduğuna görə sənə 2 sifariş verə bilir. bəli, bəli. Və bir baxandan Aynen. sərfəlilikdə bunu mən belə başa düşürəm. Düzdür? Əlbəttə sərf eləyir. 2 sifariş hər zakazda 2 sifariş versən. En olsa en düzdür, yaxın sən- ünvana getsən. Bəli, bəli. Yaxşı. Biraz məsafə olaraq biraz yəni şey yolları fərqlidir. Sən beləcə sumkanı vur. İndi biz yuxarı qalxırıq da, 1-ə qalxırıq. Yox, yox, 2-yə. Biz 2-ə düşürük. Restorana qalxmadıq. Hə, 2-ə. Hə, intiqam indi sifarişi gəldik. Bura gəldik, buradan götürək və icazə aldıq. Boş Dedi ki, price adı elə gedir, boş. adı çox qəribədir, yəni şəklini Boş. çəkdi. Və buna həmişə Kameralı, hə. hə, Hə, indi sifarişi götürürsən, Miloş. götür. Dakıyım. Deyirəm, sifarişi. Bu ikinci sifarişimizdir. Tobi. Götür. Dovidenia. Götür. Ha, o bir dənə deyim bunu Nə? qatovu versin. Gör. Обновita готовы. Секретный.
Hazır vursun. Hə, tapayım. Hazır vurmuyor. Ha, düzdür. Hepsi. Orada bir şey verir Yenə zakazı. yenə verdi. Yo, zakaz 2 dənədən o yüzden vermir. Versə bura, dəqiq buraları dənliyəm aparacaq. Azərbaycan ağı der. Gəl, sən 2 dənə şey götürsən, akkaunt. Versən. İkisi ilə də Ha, işləməyə. ikisindən də işləməyə. Mənim fikrim var ki, Ha. qardaşım, mən Bunu minib ki, çəkişdə deyək yoxsa yox? şeydə Bunu yox, dayandırım. yox, ehtiyac yox da, nə edirsən ki? Dayandırım. Özüm haqqımda deyirəm. Hə, dayandır. Eləmi? Biz Narahat olma qardaşım. Sən burada hardasa burada söyləmişdik. Bəxt dedim ya, mənfi A2 idi eləmi? Biz A2-yə. Biz gələndə Burata, hə, A, o tapdım. tərəfdə, ha. Təzən kameraya baxaq. Hə? Ata kameraya baxaq şəhərdəyik. Yox, bura. Mən orada nə demişəm? Bu B'dir, bu A'dır, yox. Sən nə var? Bax gələcək üçün deyirəm, onu özüm də tətbiq edəcəm gələcəkdə. Maşından düşəndə şəklini çəkəsən. Şeyin yerini. Bəli, tumman şəklini Yox, çəkəsən. yadımdadır. Orada adam fikir qarışıq olur. Özdə Hə, tez-tez yox, olursan düzdür deyə. qardaşım. Bunu fikir Təxmini kimi yadımdadır. Bilirəm ki, bax, bizə dəqiqə biz orayla girdik, bu üst tərəfindən düşdük eləmi? Abrat o izladı qardaşım. O biri Deyirəm orada- də, hə. o Ora tərəf. bax, orada. Mən liftdən ölçürəm. Liftdən çünki bir sənə də bərdədir. Liftlə ölçmə. Liftlə sən sap salasın. Liftdən həmişə, yox, həmişə belə düşüb çıxıram. Bu gün çəkişə görə yazsa vaxtlar bu gün həqiqi məni döyəcəklər. Bəzi adamlar həqiqətən çox belə qəribə baxırlar. O elə bilir ki, hazır Boltun hələ belə hə? reklam edən olmamış, ha? Elə bilirlər ki, hazır kanaldır. Hə, bunu dayandırım. Demək, İntiqam, suallardan bax, əsas suallardan biri də odur ki, maşın şəxsidir, yoxsa arenda mı sərf edir? Ümumiyyətlə, səndə hal-hazırda hansı vəziyyətdir? Olan zəhmət olmasa bax deyərdin. Nə olub hə, öldürdü özünü. Oradakı znak var, dayanmaz znakıdır. Özünü Onlar öldürdü. indi yolda belə hadisələr də baş verir. Maşın səndə arendadır, Mən yoxsa deyərdim şəxsi ki- maşındır? Belə deyim qardaşım. Aha. Yəni bax, maşın özünün olsa daha yaxşıdır məncə. Məndə arendadır. Arendada aylıq depozit də alır səndən söhbət sözsüz ki, yəni həftəlik ödəyirsən. Həftəlikdə 120 evro. Elə qiymətlər var ki, dəyişir. 130 da ola bilər, nə bilim, Maşın yəni modelindən də asılıdır da mən belə baxıram. məsələn mexanikalar ucuzdur. Mexanikalar 70 evrodan başlayır, düz 100 evroya kimi var. Mən elə eşitmişəm, amma yəni baxıb maraqlanmaq lazımdır o şey barədə. Yəni maşınların qiymətlərindən bağlı da belə deyim. Hal-hazırda depozit də 100 evro depozitdir. 120-ni verəndə başda 100-ü də üstündə verirsən 220. Birinci dəfə. Bəli, yəni sonra sabah məsələn maşında bir vuruqmu, udarmı, ya nəsə bir zərbə görərsə, o söhbət o həmin o puldan Oradan çıxırlar. Bəli, yəni o Bir qismi və yaxud da hamısı da ola bilər də. Bəli, yəni depozit onunla ötürüdür belə. Başa düşdüm. Bir də maşın arendasından bağlı, icarəsindən bağlı, xüsusən kuryerlik və taksi ilə bağlı burada bir neçə Azərbaycanlılar var ki, yəni onlar da o işlə məşğuldurlar. Öz şəxsi maşınlarını və digər maşınları da verirlər. Yəni o sarıdan da bura gəlmək istəyən və yaxud da bura yaxın müddətdə gələn insanlar, yəni o barədə narahat olmasınlar. Yəni bu şeylər yəni tapılan bir şeylərdir. Digər Ukraynalar da verir, digər Qazaxıstandan da var. Yəni bu şeylər yəni tapılan bir şeydir. Çox da çətin bir şey deyil proses. Hüseyn Muhav ona tər qoralı. Hə? Oy ya. Mən nə tək çıxmışam yəni. Aparacam sən. Yox, mən Nivya düşürdəsən qadası. Elə o üzə salarsan Nivya çatdın orada mən şey. Orayla getməksən. Orada mən bir Yəni yəni fərqi yoxdur qardaşım. Yəni istəsənsə bir şeylər alasıyam, meyvəzədə uşağa pampersdə də alacam. hə heç nə qardaşım, məsləhət sənindir. Demək, Ya kuryerlik Allah, üçün getdik. maşın hardan necə? Hə, indi maşın idarəsindən danışacağam. Yaxşı. Dedim bu adı çünki gələndə Dedin ki, sən həftəlik 120 avro ödəyirsən. Düzdür? Avtomat olduğuna görə biraz bahadır mexanika maşından. Həftəlik 120 avro, aya gəlib harca təxminən 480 avro edir də. 480 avro. 480 avro sənin çıxır arenda maşınına. Bəs bunun gündəlik, indi səndə Toyota Priusdur. İstədim Toyota Corolla deyəm. Hə, Toyota Priusdur. İnşallah qismət olsun Toyota Corolla deyə çox xoş deyirsən sən. Hə, inşallah. Xoşuma gələn maşınlardan biridir.
Demək, sənin həftəlik 120 avro, aylıq 480 avro maşını ödəyirsən, bəs yanacaqla bağlı ay ərzində və yaxud həftəlik götürsən nə qədər xərcin çıxır? Tam olaraq belə deyim, onu hesablamamışam yanacaq. Amma yanacaq vurursan, sözsüz yanacaq pürüzdür da, indi az yandırır. Başqa maşınlara burada necə 92, 95 burada da var, yoxsa necə? 95 ancaq burada 95-dir. Hə, 95-dir, amma indi 1.46, 1.15 ilə də başlayır, 14 ilə də başlayanı var. Yəni hər cürə qiymət var da belə. Yanacaq doldurmalardan da məncə aslında fərqli məncə işir. Burada Avropada belədir ki, qiymətlər bu gün məsəl üçün bahadsa, sabah məsəl deyək ki, bu gün 2 evrodsa. Bax orada səhv etmirəm indi yazıb var. Hazır Zapravkanın qabağında bu hansı şeydir? Hə, burada yazılıb bax indi. O 1.45-dir. 1.45. Yəni 1 avro 45 sent. Bəli, bəli. Elə də olur ki, yəni qalxır qiyməti. Qiymət düşür, qiymət 45-dən düşür 41-ə, 41 sentə. Yəni evro olaraq sent dəyişir. Yanacaq doldurma arasında da mənim bir rəqabətdən də olur da, mən belə bilirəm. Məncə bəzi olar. Zapravka deyir ki, mən endirim edir, nə edirsə, yəni ki, müştəri toplamaq üçün. Yəni stabil belə deyək də 1.41, 1.45 arasında 1.46. Yəni hə də orada elə bir ki, sent fərq eləyir də belə. Hə, yəni başqa rol oynayan bir şey yoxdur. 1 avro 41 sent də ola bilər, 1 avro 45 sent də ola bilər. Biz gəlmişik müştərinin ünvanına. Müştərini yığıq. Bu arada mən kameranı artıq gecə rejiminə qoyum. Hava qaraldı. Artıq saat saat neçədir? Saat 5-ə qalıbdı. Göstərim 16:48. Dobry. Zakandoli kurier. Dobre, posielam syna, idzie, jaka? Okey. Somtu. Parkowsko somtu. Finish. Dobre. Bakıyım dobi. Baxın dostlar, belə qısa və burada saxlama işarəsi var, fikir versən. Bu məsələn bax bu şeydir. İndi sən də bilərsən Seymur, o maşını götürüb aparan. Deyək ki, gətirib, hə, kiminsə məsələn, bax yerlər var X-dir. X çəkilən yerdə yarım saat, 1 saatda belə ola bilər də indi. Yəni çəkər də o vaxta kimi. Yəni tez də çəkə bilər, 20 dəqiqədə çəkə bilər. Əgər sən o maşını xətt qoymuşsunuzdur, deyək mən saxlamışam maşının içindəyəm. Mən belə şəkildə hallarda aparmırlar. Amma maşının içində olmadı, düşüb aşağı düşüb getsən, yarım saatdan sonra gəlib baxasan ki, maşın yoxdur. Özün buradasın, maşın yoxdur. Götürüb. Hə, kameranı artıq gecə rejiminə qoydum, yəni. Dobry. Demək, sifarişi indi hal-hazırda çatdı. Milo. Okey. Çatdırır sifarişi. Və Milo. Dobry xuç. Takıyım, dobry denya. Belə Slovak dilində şərtdə deyil ki, hamısını bilməniz daha yaxşıdır. Qısa cümlələrlə, ən çox kuryerə lazım olan cümlə sözlərlə sifarişi götürəndə və yaxud da sifarişi verəndə və çatdırma məkana ünvana gələndə, yəni o cümlələr bəs edir. İndi nəyi ən çox soruşum səndən, yəni soruşmaq istəyirəm daha doğrusu. Bir sifariş var. Hə, ikinci sifarişi çatdırıq da, düz başa düşürəm. Bir dəqiqə mənim qardaşım, hə, mən başa düşmədim. Bu ikisi də Miloşdur bunun adı. Miloş. Gəlmir sözü. Gəlməz qoy bir dəqiqə onun adına baxım. Hə, sən qırağa ver, bir yerdə sən. Dönərəm. Təzədən baxaq. Verdi Seymur. Bir dənə kuryerdə belə deyim, o kuryer işləyənlər biləcək nə deyirəm. Məsələn adlar var. Məsələn mən 2 dənə zakaz götürmüşəm. Biri Milondur, Milo. Biri Miloş. Hə. İkisində S-lə, axırı S-lə qutarır. Amma Ş-sı buranın Ş-sı, hə, yəni S-nın elə ki üstündə yazılır da. Yəni S, Ş kimi oxunur. Slovak dilində əlifbasında bizdə Ş aşağısındadır o işarə. Bunlarda isə o Ş yuxarısında olur. Yuxarıda olur. S-nın yuxarısında da bir növdə deyək. Bu fərqidir. Milos, Miloş. Yəni ikisi də eyni S oxunur axırı, amma zakazı məsəl üçün çatdıranda o S-lara və hərflərə yerək diqqətli baxasan. Mən o qədər elə müştərilərə eyni adlı adama yemək aparmışam. Amma adlarına həmişə baxmışam deyək ki, hansıdır da yəni. Bu arada bunu da bax elə nəzərdə saxlayın. Gələcəkdə sizə lazım ola bilər. Bəli, 100% idi o, yəni o lazımlı bir şeydir, vacib bir şeydir. Yəni biz o vaxt bura gəlməmişdən mən çox axtardım Slovakiya ilə bağlı videolar, yəni baxın. Ən azından adi bir mağazayla bağlı götürün də, yəni intiqam. Düz. Ki bu ölkəyə gedirəm mən, bu ölkənin ən azından bir mağazasıdır, bir şəhəridir,
nə kimi bir durum var. İnandırım, yəni tapırdım videolar. 3 ilin, 2 ilin öncəsi çəkilmiş videolardı və əksəri rus dilində və yaxud da Ukrayna dilində belə deyək də, özlərinin Ukrayna o dildə idi. Yəni tam istədiyim şey də olmurdu yəni. İnşallah olar mənim qardaşım, niyə olmasın? İndi görürsüz mən bu videolar yəni çəkirik ki, bizim Azərbaycanlılar yəni o şeydə çətinlik çəkməsinlər. İndi biz də bizə qismət gəlmişik, çəkirik ki, yəni istəyəndə yəni xəbəriniz olsun ki, bu ölkə maraqlanırsa, ayda belə gəzməyə belə gəlsəz, yəni bilin ki, yəni bu ölkə haqqında nə təsəvvür sizdə yaransın. Deməli bir gülməli bir rəvayəti olmuş bir hadisəni deyim. Yəni əhvalat deyim. Deməli müştəriyə aparıb ayın 31-i idi, bu yeni il günü idi, nə idi? 31 gün işləyirdim. Hə, işləmişəm. Qəşəng, yəni qazanc vaxtlarıdır da o yeni il günü. Çox sağ qardaşım. Sözüm nədir? Deməli müştəri mənə yazıbdı ki, mən filmi sən yemisən. Deyirəm, mən də buna yazıram ki, İntiqam düzünü də. mən də yazıram ki, Məhəmmədəm qazandı. Yəni bir yəni filə ilə doyan da öldü. Yəni bir toyun qazanı yeyim, yenə də bəs eləmir. Qaldı ki, sən filəndə. Deyir, yox, yemisən düzündür, hala xoş. Deyirəm, yeməməyəcəm. Dirəcəm ki, sən yemisən də. Deyir, mənim filəm yox idi. Dirəşib mənim filəm. Bəlkə restoranda ola bilsin nəsə. Yazdım ki, dedim bəs. Olur da indi onun sözümü olacaq demək istəyirəm ki, olur, belə temalar da olur, belə bir hadisələr də olur. Müştərinin filesini yeməyin. Müştəri filesini yeməmişəm. Mən sən qəribə gəlir ki, mədəmə sual verim. Elə bir şey haçan yemisən ağrıdıza. Olur, yəqin də anlaşılmazlıq olur bu. Bu restoran səhvliyi olur. Restoran deyirsən ki, məhsulun yarı hissəsini qoyur, yarı hissəsini qoymur. Belə şeylər olur. Çoxlar yaddan çıxıb onda da. O da işdən işçilik də, yəni o da sifariş götürür. Eyni bu proqram belə deyək də bu aplikasiya ilə. Bax, üstünü bağlı verir restoran. Üstü əgər açıq, üstü açıldısa, bir ki onun içindən nəsə əski olsa, yəni 100% kuryer cavabdehdir. Əski olmasa, belə açıq olsa, yəni açıq olsa, onun yəni bir problemi yoxdur da. İndi müştəridir. Baxacaq, öz-özünə açıla da bilər və yaxud nəsə. Amma orada nəsə məsəl üçün gətirdim müştərinin yanına, həmin zakazı verəndə, o baxanda sən onun içindən nə isə çatmayanda sənə də yığıb deyir və sənə şikayət deyir və Bolt da səni bloklaya da bilər və yaxud da olur, belə şeylər olur. İndi biz növbəti sifarişi veririk, düzdür? Veririk, müştərinin zəng vururuq. Müştəri demək, indi sifarişini gəlib götürəcəkdir. Müştərinin ünvanındayam, özü yoxdur. Havanı göstərim, yəni hava da açıq qaraldı. Yəni artıq deməli biz gecə çəkim edirik. Gecə rejimə qoymuşuq dostlar. Yaxşı edirsən o. Bura, hər tərəfcə. Dobry, zakandole kuryer. Okay, just give me 1 minute. Okay, somtu takıyım. Tabii. Mən indi danışacağam. Ola biz hansı yerə yadımdan çıxıbsa, ola zəhmət olmasa deyərsən, o haqqda da danışarsan. Demək biz danışıq ki, sənin həftəlik maşın belə deyək də, icarədir, arendadır, nə qədər ödəyirsən, depozit nə qədərdir, maşın tapmaq olur, bəli, olur. Buradakı Azərbaycanlılarda və digər belə deyək millətlər var ki, burada maşını arenda verirlər. Yəni tapmaq olur yəni vasitəsilə. Yəni bildiyimiz adamlar da var. Gələcəkdə lazım olsa müraciət edə bilərsiniz. Sonra Bolta qoşulmaq məsələsi. Bolt kuryer işlənməkdən ötürü birbaşa qoşula bilmirsiniz. Düz deyirəm, bəli. Vasitəsi şirkətlər var. Şirkət çağırır, şirkət sənin adına profil açır. Bəli, o profil şirkətlərlə işləyirsən. Bəli, o Boltun sən birbaşa işçisi ola bilmirsən. Vasitəsi şirkətlər var. O şirkətin belə deyək də sən nəzdində işləyirsən. O sənin avtomatik onun içərisində həm sənin vergin, hamısı onun içərisindədir yəni. Və misal düz deyirəmsə, yəqin sən maşın sürürsən. Yox, fikrim səndədir. 100 avro məsələn qazandınsa, onun 70 avro sənə qalır, 30 avrosunu o şeyin içində çıxılır. Düz qeyd edəndə yəqin ki. Təxmini deyim, qiymət məsələn bizdə yəni Boltun özündə bilmirəm indi elədi ya yox. Bizim şirkət sırf bu baxımdan da yəni elə bir ki qazanmısan 50 məsələn. Yəni onun yarı hissəsini özünündür, çox hissəsi sənin belə. Hə, başa düşdüm. Haçsa deyək elə bir ki 50-dən oradan götürə bilər özlərinə də yəni. Hə 15 avro da götürə bilər, 10 avro da götürə bilər o 50-dən söhbət edir. Bir sifariş verdi. Yox, sifariş deyil, dəmir yolunun xəttinə çatanda həmişə bildirir ki,
Biz onu dedik. Sonra günlük qazancı dedik. Bir sifariş 2 avro 30 sent ola bilər. 3 avro misal 60 sent ola və 4 avroya kimi olur da deyirsən ən məsafəsinə görə. Demək biz indi bu gün nəyi çəkə bildik? Bağlayım proqramı, gedək Niviyə. İntiqam qeyd etdi ki, saat 11 ya 12 arası yarısı təxmini başladı və hazır saat 5-ə qalıbdı. 5-ə qalıb, 5-də demək, saat 5. Və bu saat hardasa 6 saat idi də təxmini. 6 saat ərzində də yəni sırf işləmədi, dayandı da. İndi hazırda məni aparır təzədən o ticarət mərkəzinə və orada yenə təzədən açacaq. Çünki bura həm də uzaqdır da, ora daha yaxşıdan ticarət mərkəzi. Əslində burada iş daha çox olur Petrojalkada. Yəni prosto sən əgər tələsmirsənsə də işimiz varsa, çəkilişin varsa da problem yoxdur. Yəni hələ proqram açıb işləyə bilərik. Ona kimi o üzədə göndərə bilər bizi. Sən bir dənə sifarişlər götürürsən, açıq elə. Hə, elə tələsmirsən ki, yəni. Yox. Sifariş götür, növbətini şey eləyəsən. Hə, mənim qardaşım, sənə görə bağladım, dedim. Demək, dostlar, biz ümumi nəyə çəkdik? Gəldi. Kuryerin belə deyək, bir günlük haqda danışdıq. Vasitəsilə şirkətin vasitəsilə Bolta qoşulmaq olur və orada özünüz artıq seçirsiniz, velosipedlə işləmək istəyirsiniz və yaxud da ki, belə deyim, avtomobillə və digər skuterlə və nəqliyyat vasitələri belə deyək də, onlarla işləyə bilirsiniz. Sonra çantanı Boltda, çantanı hardan götürmək olur? Şirkətin özündən də almaq olur. Çantanı şirkət mən almışam. Şirkət bəlkə də verir. Mən çantanı özüm almışam. Bu haqda məlumatım var, onu deyim. Bolta qoşulanda o vasitəçi şirkət var. Flotilla deyirlər ona. Flotilla deyirlər ona. O flotilla özü səni təklif edir ki, çantan varmı? Və deyə bilər ki, məsələn, olursa, məsələn, təxmini 25, o bəzən endirimə düşür o çantalar. O maşın üçün olan da var, adi kuryer üçün olan da var, velosiped üçün olan da var. 25 avro, 30 avro olur. Amma beləri burada mənim bir elan saytları var, oradan da tapmaq olur. Yəni tapılan bir şeylər. Təxmini 15 avro, 20 avro və yaxud da 30 avroya tapa bilərsiniz Bolt çantasını. Sonra digər məsələ, sizi Bolta qoşulmaqdan ötürü sizin sağlamlıq kağızınız olmalıdır. Yəni tibbi bu ərzaqla işlədiyinizə görə sağlamlıq kağızı olmalıdır. Onu arayış o sizin və beləcə belə tibbi kartoçka deyirlər. Beləcə kitabça deyirlər. O üzərində üzərinizdə olmalıdır. Düz qeyd edirəm də yəqin ki. Bəli. Özləri məsələn Bolta yaxınlaşırsan, Bolta yaxınlaşmağa ehtiyac yoxdur. Daha doğrusu Flotilla sənə açanda şirkətin özü. Şirkətin özü sənə bir dənə nömrə qeyd eləyir, nömrə, vəsə. Yəni pasportunu qeyd eləyir, ondan sonra işə başlayırsan. Azərbaycan belə deyək də xarici pasportu lazımdır. Yəni burada ən çox onun üzərinə hərəkət olunur. Daha sonra oturum alandan sonra o oturum üzərindən, yəni o davam olunur. Və bir dənə Slovak nömrəsi lazımdır. Gmail lazımdır, onları qeyd olunur və onun əsasında sizə profil açılır. Bot kuryerin proqramı, kuryersin olan proqramı, o artıq aktiv olaraq istifadə edə bilirsiniz. Rahat işlədirsən. Bəli, proqram açılır. İndi proqramda biz dayananda imkansız göstərərik. Bratislavada orada ərazi qeyd olunur. İndi bunu kuryerdə işləyənlər daha yaxşı bilir. Mən də bunu yaxın müddətdə bir öyrənmişəm. Orada yaşıl bir də qırmızı belə deyək zona olur. Orada daha çox qırmızı olmağı həmin günün nə qədər sifarişin yəni vacib olduğu, yəni belə deyək daha çox koeffisient verir də, yəni qırmızı və yaxud da sarı olması. O koeffisiyentin o şeylərdə o qırmızı, sarı, yaşıl. Yaşıl məsəl üçün zəif olduğunu bildirir qiymətlərin. Sarı 1.1, 1.2. Hə, 1.2 prosto yəni rəng olaraq deyirəm də, yəni rəqəmlə demirəm. Hə, yəni o rəhlərdə məsəl üçün qiymət yəni normal olur ortalama ilə. Amma qırmızı olanda yüksək koeffisient olur. Yəni qiyməti çox verir. Orada daha çox şəhər mərkəzi, ən çox dedim Nivi, bir də Obxodna ərazisində olur yəqin ki, ən çox orada görmüşəm. O fərqi yoxdur yəni. Çox yəni qırmızı olan yerlər ən çox belə desəm Nivi tərəfi olur, düzdür. Obxodna sən demiş, bax orada olur. Amma qırmızı Zubor hamısına aiddir də, hamısında olur. Amma əsasən də bilirsən o qiymətin o aşağı olan vaxtında şey olur, nədir? İmini Nivi qırmızı olur.
Hə. Yəni çünki zakaz çox olur. Yəni belə şeyləri orada göstərirdi ki, Bir yəni də məsələn, o burada- pik saatlar olur deyirlər. Ən çox hansı saat olur? Məsələn, deyək ki, 1-ci gündən 5-ci günə kimi pik saatlar olur. Daha çox sifariş gəlir də. Aha. O saatlar hansıdır? Gün abed ərəfəsidir, nahar vaxtıdır, yoxsa Belə daha çox 5-6 arasıdır, hansı saatlarda olur? belə deyim, yəni o pik nöqtənin sırf bas saat səhər tezdən şirkətlər neçədə açılır? Deyək ki 8-də. Bir dəqiqə dayandırım zəhmət. Deyirdim ki, bax ərazi baxımından deyirsən ki, məsələn ən çox Nividə sifariş verir də, düzdür? Məsələn dedin ki, Abxodna küçəsində də Nividə kimi qırmızı ərazi olur. Sifariş daha çox buradan gəlir. Bəli, bəli. Hə. Harda qırmızı şey olursa, rəng yəni qırmızı xəritədə qırmızı olanda o yerin zakazı çox olur. Aydın. Yəni hə, ona görə xəritədə bildirir ki, məsələn falan yerdə zakazlar çoxdur. İstənilən adam ora gedir, sürürsən ora, Nividirsə Niviyə, məsələn, Evroviyasə ora. Böyük mallardan söhbət edirəm. Ola bilər ki, digər bir restoranda olar. Deyək ki, şirkət saat 8-də açılır da, yəni şirkətlər saat 8-də açılanda o vaxtdan düz saat Biz indi 11-ə Niviyə kimi, gəldik, düzdür? Yəni hə, Niviyə ərazisinə gəldik. 11-ə kimi, 12-ə kimi maksimum da, yəni o vaxta kimi yəni normaldır kapsetlər. 3 gün ortadan sonra biraz zəif olur. Bura Nividir, sən sözüm kəsən. Hə, narahat olma. Belə baxın, maşından göstərmir, indi hava biraz qar yağır, yol çəkildi biraz. Ona görə göstərək. Hə. Və beləliklə dostlar, bizi izləyənlər, bugünkü çəkilişin sonuna gəldik. Biz bütöv, yəni mən çəkiliş edə bilmərəm. Həm İntiqamın mən iş prosesinə, iş rutininə belə deyək də mane olmaq istəmirəm. Çünki bu iş Yox, heç bir maneçilik yoxdur qardaş. Yox, indi sən öz mədəniyyətini göstərib bunu deyirsən, ancaq biz də bunu etmək düzgün deyil də, yəni İntiqam. Sağ ol, təşəkkür edirəm bir daha ki, Allah kömək dəvətimi qəbul etdin. Yəni, sağ ol qadanım. İzləyicilərin mənə təklif etdiklərini mən də sənə dedim onlar adından, öz adımdan. Sən də onu qəbul etdin və bu videonu çəkə bildik. Düşünürük ki, bu video digər Azərbaycanlılara faydalı olacaqdır. İnşallah bura təki yəni videonun ən gözəl deyə kömək məlumatdır da, yəni bilgidir belə deyək. Düzdürmü? Və... İnşallah çəkdiyim videolardakı elə bir reytingi var Allahın köməkliyi ilə. Sən də bir tanınarsan, çox lap izləyicilərin daha da çox olar. Təşəkkür edirəm. Allahın köməkliyi. Bu sahəni mən əslində iş kimi başlamadım. Bu sahəni mən İntiqam, onu da deyim sən elə izləyicilər də bilsin. Bu sahəni mən özüm üçün YouTube kanalı, yəni belə açdım. Yəni gəzdiyim, getdiyim yerləri bir hobbi kimi dedim paylaşım. Ancaq sonradan belə də istək üzərinə, suallar üzərinə başladım video çəkməyə. Yəni bu bir iş olaraq deyil də və mən buradan bir gəlir əldə etmirəm. Yəni onu da deyim. Hə, kömək olarsa, dəstək olarsa, daha da gözəl, daha da fərqli, daha yaxşı yerlər çəkmək istərəm. Yəni bunu da deyim. Yəni sözsüz ki, mən bunu öz büdcəmlə, öz maaşımla bunu edə bilmərəm. Yəni bu qeyri-real, yalan deyim ki, edərəm, yəni yox. Sadəcə vaxt tapdıqca özüm imkan etsəm bunu çəkə bilirəm. Və mövzuya uyğun da insanlar olduqca mən onu çəkə bilirəm. İndi misal növbəti bir istək odur ki, taksi ilə bağlı. Mən taksi ilə bağlı gedib özüm çəkə bilmərəm də. Yəni çünki bu belə deyək də sənin kimi gözəl bir insan olmalıdır ki, Allah təklif eləsin. Yəni qəbul etsin təklifimi və o köməkləşib elə video çəkmək olar. Sən kartı vurmur yoxsa? Yox, bu nəsə yenə çıxdı. İndi zəhmət olmasa bax indi sifariş verdi. Sifariş verib, yox. Medpoint, Nivi tərəfçisən götür. Medpoint. Hə, Medpoint, hə. Zəhmət olmasa sifariş götürəndən sonra bizə hal-hazırda bax bu saata kimi olan qazancı zəhmət olmasa göstərəsən. Olan qazanc. Bugünkü şəxsi məlumatdır. Bilirəm. Bu saata kimi işlədiyimiz hal-hazırda toplam 36 evro. 36 avro. Hə, 85. Bu çıxılıb sənə təmiz olandı da hal-hazırda, yoxsa ümumi yox, ümumi gəlirdi bu. Ümumi gəlirdi. Aşağı bir dənə elə zəhmət olmasa, yuxarı elə. Sən saat başlamısan, demək neçədə başlamısan? Yox, burdan yox. Saat başlamışam 10. 10:52-də. 10:52-də, 11, hə. Yox, 11-ə qalmış. 10:52, hə, 11-ə qalmış, ay sağ ol. 11-ə qalmışdan başlanıbdı. Hal-hazırda saat artıq 17:27-dir. 17:27-dir. 36 avro neçə sentdir? Yəni bundan 36 avro. Demək olar ki, hələ işləməmişik də, yəni. İndi üzü saat 7, 8, 9, 10-a kimi, 11-ə kimi hardasa belə deyək də bunu 2 qatı və ya da biraz da çox ola bilir. Yəni
cəld işləsən, Hı hı. yəni yubanmadan işləsən, məsələn 36 gördüyün məndə məsələn ola bilər də 50-də, 60-da, Olur. maksimum yəni o Olur. qiymətə İndi isə dostlar, biz hal-hazır o dedik qırmızı və yaxud da sarı olmağı, o demək ki, axşama doğru sifariş artıq artır və koeffisiyenti artıq 1.25 verir. Yəni 1.1 də olur, 1.2 artıq o dediyimiz olur. Bu bəzən qırmızı da olur. Bax bu ərazi ki var. Xəritəni biraz onlarda belə uzaqlaşdırım. olar, nə Hə. olur? Bax hazır göz Bratislavada görürsüz xəritəni biraz ucu artıq yəni bu sarı rəngdə, hə, belə bir rəng aldı. Qırmızı da olur bəzən. Bu demək ki, sifariş artıq tələbat çoxalır. Hə, bu gün demək ümumi bu məbləğin 52 kilometr yol sürübsən. Səhər 11-dən. Yox, 52 kilometr yox daha doğrusu. Sağ ol. Bəlkə 52 kilometr. O 200 neçə metr? Elə bildim hələ var. Hələ yol çəkməmsən ondan. ya elə belə çəkmişəm. Əsas içəri salon çəkmişəm. Hə, elə. Hə. Elə bir dənə bunu denən ki, bax qət edilədiyimiz. Bax qət edilmiş məsafə 52,66. Bəlkə ümumi sifarişlə verilibdi bu Yox, getdiyimiz yoldur da getdiyimiz yəni. yol 52,66 onda şeydə kilometr sayılır da. Belə çıxır ki 5 kilo elə çıxır. 52 kilometr gedir də. Elə gedir. 52 kilometr sayılır məndə. Doğrudan, Hə. məncə də elə. Çünki bir dənə sifariş olub ki 2,3 kilometr, 3 kilometr. Mən bu kilometr. kilometrajı Üstə tutuzdura bilmirəm. Üstə gəncə məncə kilometr də oldu. Ata dursan kilometr yazılıbdı. Hə, elə. Hə, onda bu Bonus olacaq. ümumi gəlir də budur bax 38,85 görürmü? Hə, hə. 38 Ha, onda avro. budur, düz deyirsən qardaşım, 52-dir. 38 avro 85 sent. Bax elə bunu da qeyd edək. 2 avroda bəxşişin olubdu, şey olubdu. Nə deyirlər? Göndərmədi, Çayevoyda Hə, belə. Çayevoyun olubdu. Belə. Hə, demək dostlar, sizdən yenə sağ olaşım. Sağ olun, təşəkkür edirəm. Bax kanalı baxırsınız, bəyənirsiniz, izləyirsiniz. Bir daha paylaşın. Video çox insan qabağına çıxsın, yəni izləsinlər. Kiməsə bu video faydalı ola bilər. Əlavə İntiqam sözüm var bizim izləyicilərə. Sözüm odur ki, sağ olsun izləyicilər də təşəkkür edirəm. Ən azından dəstək olurlar, kömək olurlar sənə. Özünüzü qoruyun, özünüzə diqqətli olun, yaxşı baxın. Yəni həmişə də istəyərəm mehribançılıq, səadət arzu. Öz də qürbətdəyik. Bəli, qürbətdəyik. Əsasən də burdan da onu demək istəyirdim. Qürbətdə olan azərbaycanlılarımız var. Halbuki onları da Allah qorusun, Allah işlərini avan eləsin. İnşallah Avropaya gəlmək istəyənlər də var. Cəmi inşallah onlara da qismət olsun. Düşərli olsun inşallah 2026 onlar üçün gözəl gün olar. Gəlmək qisməti olsun inşallah. Əla. Gözəl. Mən də bu sözlərə qoşuluram. Sağ olun. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. İnşallah. Necə deyərlər? Sağ olun. До свидания. Gecəmiz xeyir. Do videnia. Do videnia. Do videnia. Sağ olun. Sağ olun.